Salam əziz izləyicilər. Bu videoda sizlərə dini kitab tövsiyə etmək istəyirik. Bildiyiniz kimi, daha öncə də İslam tarixi ilə bağlı bəzi kitabları sizlərə tövsiyə eləmiş idik. Bu videoda isə mühüm İslam kitabları olan, İslam qaynaqları olan kitabları sizlərə tövsiyə edəcəyik. İlk öncə bunu qeyd edək ki, bir müsəlman üçün oxunması lazım olan ən əsas kitab Qurani Kərimdir. Qurani Kərimi hər bir müsəlman oxumalıdır. Hər bir müsəlmanın evində Qurani Kərimin tərcüməsi olmalıdır. Bildiyiniz kimi, bir çox ateist də müsəlmanlarda bunu irad tutur. Qeyd edirlər ki, müsəlmanlar Qurani Kərimin tərcüməsini oxumurlar, Quranı anlamırlar. Gəlin bu iradı üzərimizdən götürək. Hər bir müsəlman öz evində Qurani Kərimin tərcüməsini saxlasın. Vaxt olduqca Quran oxumaq üçün zaman ayırıb Quranın tərcüməsini oxusun. Bu çox mühüm bir məsələdir. İndi isə gəlin dini kitab tövsiyələrimizə keçək. İlk tövsiyəmiz Nəhcül Bəlağə olacaq. Bildiyiniz kimi, Nəhcül Bəlağə Həzrət Əlinin xütbələri, məktubları və bir çox hədislərindən əhatə eləyən kitab toplusudur. Bu kitabı bir çoxları bildiyi üçün üstündə çox durmayacaq. Başqa bir kitab isə Süleym ibn Qeysin olduğu Ali Muhammedin Sirləri kitabıdır. Bu kitab İslam üçün çox dəyərli bir kitabdır. Çünki İslam dünyasında qələmə alınan ilk kitabdır. Bu kitabda əsas mövzular bundan ibarətdir ki, Qurani Kərimin toplanması, xilafət məsələləri və bir çox belə məsələlər bu kitabda yer alır. Səhifəsi təxminən 374-dür. Çox da qalın bir kitab deyil. Hər bir müsəlman bu kitabı zaman ayırıb oxuya bilər. İslam üçün çox mühüm kitablardan biridir. İlk mənbə olduğuna görə də bizim üçün əhəmiyyət daşıyır. Başqa bir kitab isə Həzrət Əlinin ensiklopediyasıdır. Gördüyünüz bu kitab İmam Əlinin həyatı haqqında çox geniş yazılmış kitablardan biridir. Təxminən 600 səhifədir. Bu kitabda İmam Əlinin bir çox fəaliyyətləri, həyatı, xəlifəlik dövründə olan islahatları, vergi sistemi və bir çox şey yer verilib. İmam Əlinin həyatını öyrənmək üçün bu kitab çox mühüm kitablardan biridir. Bu kitabda Həzrət Əlinin həyatı haqqında iri həcmli məlumatlar verilib. Başqa bir məsələ budur ki, bu kitabda çox geniş qaynaq verilib. Yəni, hər bir söz, hər bir cümlə dipnotdan, mənbə ilə, qaynaqla verilib. Və qaynaqlarda hər iki məzhəbdən istifadə edilib. Yəni, təkcə bir məzhəbə əsasən yazılmayıb. Hər iki məzhəbə əsasən Həzrət Əlinin həyatı və siyasi, ictimai fəaliyyətləri qeyd olunub. Başqa bir kitab isə Cəfər Sübhaninin İslamın əqidə əsasları kitabıdır. Bu kitabda əsas mövzular bildiyiniz kimi əqidə dedikdə də elə bunlar nəzərdə tutulur. Peyğəmbərlik, inanc əsasları, mələk mövzusu və bir çox belə mövzulardır ki, bunlar əqidə mövzularına daxildir. Burada Allahın sifətlərindən tutmuş, Peyğəmbərlərin möcüzələri, məsumluğu və bir çox məsələ qeyd olunub. Peyğəmbərlərin möcüzələri necədir? Hansı Peyğəmbərin nə möcüzəsi olmuşdur? Bütün Peyğəmbərlər məsum mudur? Mələklər necədir? Mələklər günah işləyə bilərmi? Və bir çox belə mövzunu bu kitabdan öyrənə bilərik. Çox iri həcmli bir kitab deyil, nazik bir kitabdır. Qısa zamanda oxuyub bitirmək olar. Başqa bir kitab isə Namazın Sirləridir. Bu kitabda namaz haqqında geniş məlumat verilib, namazın insanın həyatına təsiri haqqında bir çox şeylər qeyd olunubdur. Bu kitabı da oxumaq çox gözəldir. Başqa bir kitab isə Doktor Rəsulun imamların, məsum imamların ictimai və siyasi həyatı haqqındadır. Burada 12 imam haqqında geniş məlumat verilib, hər bir imamın öz həyatı haqqında,
siyasi fəaliyyəti haqqında, öz dövrünün həyatı haqqında geniş məlumat verilib. Gördüyünüz kimi, biraz iri həcmli kitabdır. Kitabın səhifəsi 558-dir. 558 səhifədir. Oxumaq çox yaxşı olar bu kitabı. İmamlar haqqında geniş məlumat verilir. Bu kitabı həm də yeniyetmə yaşında olan uşaqlar da oxuya bilər. Çünki çox başa düşülən bir kitabdır. Oxusalar da çox yaxşı olar. Valideynlər də öz uşaqlarına bu kitabı oxumağa məsləhət bilə bilərlər. Çünki azyaşlı uşaqlar da bu kitabı başa düşə bilərlər. Bu videoda sizlərə 6 kitab tövsiyə elədik. Əgər belə videoların davamının gəlməsini istəyirsinizsə, rəy bölməsinə yaza bilərsiniz. Bu günlük bu qədər. Sağ olun.